Salam əziz izləyicilər, necəsiniz? Yaxşısınız? Demək bu Armeniya şəhərində çəkdiyim videoya çoxları yazıb ki, ay sən ermənisən, ay nə bilim nəsən, sən niyə orada erməni soyqırımı demisən? Ağzına gələnə deyiblər də. Bunun bəlkə də ailəsi ermənidir. Nə bilim, mən məəttəl qalıram. Ay millət, ay qurban olum bəzi aqressiv insanlar. Mən hər cümləmə gərək açıqlama verəm sizə. Hər cümləmi gərək sizə başa salam ki, bax mən bunu bu mənada dedim. Mən bunu belə demək istəmirdim. Mən belə demək istəyirdim. Adamı məcbur eləyirsiniz. Eyvallah. Mən özüm Qarabağlıyam, mən özüm Ağdamlıyam. Başa düşürsüz? Mən erməni zad deyiləm. Mən orada öz sözümü deməmişəm. Mən dediyim videoda demək istəyirəm ki, mən burada Armeniya şəhərində millətə soruşanda ki, bu şəhərin adı nə üçün Armeniyadır? Onların mənə verdikləri cavab budur. Onların dedikləri budur. Mənim yox. Təkrarlayıram. Onların Armeniya şəhərində yaşayan insanların düşüncələri budur. Armeniya şəhərinin adı ona görə belədir ki, ermənilərin soyqırım dedikləri hadisəyə görə bu şəhərin adı Armeniya qoyulub. Yəqin ki, bəzi gec çatan insanlara fikrimi çatdırmış oldum. Əlbəttə ki, mənə öz ölkəm maraqlıdır. Mənə Azərbaycan maraqlıdır. Mən öz ölkəmi sevirəm. Mən başqa hansı ölkəyə getmişəmsə, həmişə Azərbaycanı təmsil eləmişəm. İstəyir Türkiyədə universitetdə oxuyanda, istəyir başqa hansı ölkəyə gedirəmsə getsin, mənim üçün əsas Azərbaycandır, öz ölkəmdir. Ona görə panikaya girməyin, stres eləməyin, qorxmayın. Mən Azərbaycanlıyam, qurtardı getdi. Yes.